Salam, xoş gördük, hörmətli tamaşaçılar. Mən bugün həyatımda belə açmış gözəllikləri sizlərə göstərmək istəyirəm, tanıtmaq istəyirəm. Demək, irisdir bunlar. Süsən sümbülə deyilir. Yəni bunlar görürsünüz nə qədər gözəldir. O qədər cazibələri gözəldir ki, cazibələrinə görə mən bunları cazibələrinə aşiq olaraq hər il müxtəlif rəngdə belə gözəl irislərdən alıb əkirəm. Həyətdə bir neçə növ mövcuddur. Bunları mənə keçən il Təranə adında bir xanım var, qonşum, gözəl bir insandır. Sizlərdən yaxşı olmasını mənim üçün hədiyyə gətirmişdi. Göy və sarı. Bax, bu göy gülün vasitəsilə mən Təranə xanımı tanımışam. Onun həyat yolda görmüşdüm. Xoşum gəlmişdi, istəmişdim, mənim üçün gətirmişdi. Gətirib belə bir güldən gətirmişdi mənim üçün. Və sarı rəngdə. Həyətdə bir neçə rəngi var, mövcuddur. Yəni, burada bir dənə ağ rəngi də var. Çox gözəldir, çox gözəl, qeyri-adi bir ətrə malikdir. Dedim, sizlərə də çəkib göstərərdim bu gözəllikləri. Görün, nə qədər gözəldir. Bir, iki, üç dənə tumurcuğu var. Demək, mən sizə buradan göstərdim, başqa nə var həyatımda. Və bugün mən gilaslı, bax belə gilaslı sırğa taxmışam. Çox xoşuma gəldi. Yəni, elə şey var ki, qiyməti, mahiyyəti mənim üçün önəmli deyil. Xoşuma gəldi, mənim üçün dəyərlidir. Gilaslı. Qırmızı kofta, yaşıl dumanlı, Zülfiyə xan Babayeva oxuduğu kimi qırmızı koftalı, yaşıl dumanlı. Demək, mənim burada bir gözəlliyim də var. Bax, belə gərin qulağı da deyirlər buna, keçi saqqalı da deyirlər. Bir mövsüm açır, təkcə yazda açır. Yəni, yazdan sonra olmur bunun çiçəkləri. Amma çox illikdir. Bir dəfə alıb əkirsən, daima həyatında bax belə gözəlliklər bəxş edir. Sonra mən burada göstərdim. Mənim bu qızıl gülümü hündürlüyünü görürsə nə qədər boy. Və yolka ağaçlarım var. Bunları mən çəkib göstərərəm. Buradan da gözəllikləri sizə göstərdim. Bir daha göstərdim. Sonra yenə gedib həyətdəki güllərimi göstərəcəm, sizlərə çəkəcəm. Görün, nə qədər gözəldir. Təranə xanıma təşəkkür edirəm. Bu gözəl gülü mənim üçün hədiyyə verdiyi üçün, gətirdiyi üçün. Çox xoşuma gəldi. Çox sevindim, həqiqətən də. Çox gözəldir, ətrə malikdir. Qönçəsi belədir, tomurcuğu. Gözəl xanımlar. Mən sizə indi yenə çəkib göstərəcəm güllərimi. Həyətdəki güllərimi. Görüm, keçirdə bilsəm. İnşallah eləyə bilərəm nəsə. Deyəsən alınmadı. Sadəcə belə çəkib göstərəcəm. Görün, niyə belə oldu? Deyəsən heç nə eləyə bilmirəm. Sadəcə belə çəkəcəm videonu. Gözəlliklərdir.
videomuz deyəsən elə belə olacaq. Çox qəşəngdir bunlar da. Bunlar hamısı qönçədədir. Hələ açmayıb tam. Demək, burada bir qızıl gülü də var. Belə bir qızıl gülü çox böyük. Qəşəng ətri var. Daim üstü arılı olur. Bax bu aralarda da daimi arılar olur. Burada var məndə xart tutum var. Belə hələ ki balacadır. Belə. Bu məndə arqovandır. Arqovan gülü ağacı. Bugünkü videomu irislər haqqında danışmaq istəyirəm sizlərə. Sadəcə göstərə bilmədim. Bu birisi güllər. Sonra yenə bir video çəkərəm. Belə bir qızıl güllərim var. Allah Pugaçovanın milyon qızıl gül. Mahnısının lap qəşəng olur. Mən musiqi qoymuram ki, təbii olsun. Musiqi ilə də gözəldir. Görün nə qədər gözəldir. O da əziyyətə dəyər. Qızıl gülün kölgəsində. Burada bizim peyğəmbər bir gülümüz var. Ağ qızıl gül. Peyğəmbərimizin sevdiyi qızıl gül. Çünki həmişə deyirmiş ki, Peyğəmbərimiz ağ qızıl gülün ətri cənnətin ətridir. Çox gözəl ətirlidir. Keçən il qızıl güllərimiz olmadı. Hava şəraitinə görə nəsə bu illərin maşallah çox qəşəng qızıl güllər var. Qızıl güllər bu il həvəslə açıblar hamısı. Çox həvəslə. Peyğəmbərimizin sevdiyi cənnət ətirli qızıl gül, ağ qızıl gül. Çox gözəl ətri var. Demək, başqa nə görsədim burada mən sizə. Sevgilər bu qədər açıq. Burada bizim var. Demək, belə bir güllərim var. Qızıl güllər. Başlıqda özümü çəkib sonra gülləri çəkmək istəyirdim, o da alınmadı, alındıra bilmədim nəsə. Belə bir qızıl güllərimiz var. Almalarımız var. Belə bir gülümüz var. Filbahariyədir. Ətri də qəşəngdir. Sonra burada bir dənə də göy rəngdə yenə var. Bax bu süslərlə. Bax belə. Görün nə qədər gözəldir. Çox qəşəngdir. Tumulcul qönçəsi asılı gözəldir. İçində bax belə. Bizim burada böyle güllerimiz var. Sonra böyle qızıl gülüm var. Həmişə nəvəm çəkir məndə video. Bu gün neysə nəvəm yoxdur, məktəbdədirlər. Süsənlər açdığına görə bugün qərara gəldim ki, süsən sümbülləri çəkim sizə görsədim.
Və burada bir neçə rəngi mövcuddur. Süsənlərimizin. Hələ ki solublar bəziləri. Demək burada da var bizim sarı qızıl güllərimiz. Görün nə qədər qəşəngdir. Belə çəkim. O qədər açıq bir gözəl ətri var. Belə. Bilmirəm necə çəkirəm. Fikrimdə var idi ki, gülləri çəkim eləyə bilmədim. Məsələn, video kəsilər. Deyib, yox, çəkim belə. Sonra bir gün güllər haqqında geniş və ətraflı yenə çəkərəm video sizlərə. Sonra burada bizdə var. Kannalar hələ ki balacadır. Belə güllərimiz var. Nə də çox qəşəngdir. Sonra agavaları əkmişəm bura. Həyətdə lalələr də var. Lalələr. Belə. Gün düşür. Lalələr çoxdur. Bir dəfə var idi. Qoydum qaldı. Sonra toxumları tökülüb təkrar özləri çıxır. Güzel. Sonra bunlar var. Çok qəşəng qazonlar, rəngi qəşəngdir. Sonra burada moruqları var. Gürcistan cambo sortudur, moruq sortudur, tikansız. Bunlar da qəşəngdirlər. Sonra nə var bizdə burada? Burada da ağ qızıl güllərimiz var. Lalələr. Kivi ekmişim. 2 tane. Bunlar da kiviler. Limon ağacım var. Gülleri, çiçekleri var. Bu defa videonu biraz kısa etmek istedim. Çünkü istediğim kimi eləyə bilmədim. Belki tekrar bir de çektim. Sağ olun. İrislerle məlumat vermək istəyirəm. İrisin çox növü var. 300-dən çox növü var ölkəmizdə, vəbşə dünya miqyasında. Mənim həyatımda demək ağ süsən var. Ağ, fioletovi, göy, sonra sarı. Sarının bir başqa növü də var. Demək bir də alman süsəni var. Bordo rəngində, o yayın lap ortasında açacaq o güllər. Və bir də Tigrovo var. Onu təzə almışam internetdə. Bunlar da gözəl bir güllərdir, baxın. Ne qəşəngdir. Qərənfildir bunlar. Bunlar aslan ağzı. Görün ne qəşəngdir. Dini aslan ağzı nəyə görə deyilir? Buradan dini ağzı açılır. Aslan ağzı deyilir. Bak belə bir bitkidir. Görün ne qəşəngdir. Çox qəşəngdirlər. Belə gedim süsənlə başlamışdım. Süsənlə də yekunlaşdırın videomu. Bir süsənim. Gedim o birisi videomu. Göstərdim güllərimi. Gün ərzində işləyirəm. Güllərin yanında. Otlarını yoluruq, suluyuruq. Gül açırlar, əziyyət çəkirik. Onlar da sağ ollarını, təşəkkürlərini ilə bildirirlər gül açmaqla. Bitkiyə bax, qulluq eləmək gülləri ilə ibadətdir.
Allahın gözəl yaratdıqlarıdır. Baxın nə qədər gözəldir. Çox qəşəngdirlər. Güllü çiçəkli qalın, güllərlə qalın. Sağ olun, sağlam qalın, sağlam olun. Gülün üzünüz gülsün. Sağ olun, var olun.